hele keskin dilim Şah İsmail. Ağır kızıl başlar gene arkan elin Şah İsmail. Şah İsmail, Şah İsmail, Şah İsmail, Şah İsmail. Bununla da Şah İsmailin Xorasanı fəth etmək üçün keçirdiyi 2 aylıq hərbi kampaniya zəfərlə başa çatdı. Mərv qələbəsi Səfəvilər dövlətinin beynəlxalq nüfuzunu xeyli gücləndirdi. Beləliklə Şah İsmail qoşunları ilə Orta Asiyanın ən güclü qalalarından biri olan Mərv qalasına daxil oldu. Bununla onun səltənətinin şimal-şərq sərhəddi Amudariya çayına çatdı. Şeybək xanın xəzinəsi ələ keçəndən sonra Şah İsmail bu döyüşdə şücaət göstərmiş əmirlərini və döyüşçülərini qiymətli hədiyyələrlə mükafatlandırdı. Bundan sonra Şeybani xanla müttəfiq olan Mazandaran da sülh yolu ilə Səfəvlərə bağlılığını bildirdi. Şah İsmail Mərvə girdikdən sonra burada Osmanlı Sultanı Bəyazıddan məktub gördü. Məktubun məzmunu isə birlikdə olaraq Səfəvlərə iki tərəfdən hücum etmə təklifi və torpaqları bölmək istəyidir. Məktubu oxuduqdan sonra Şah İsmail Şeybani xanın başının dərisini soyub, samanla dolduraraq Osmanlı Sultanı Bəyazda göndərdi. Sultan Bəyazda bu məkirli planı üçün bir göz dağı idi. Daha sonra isə Şeybaninin başının qafatası ilə qızıla tutulub, kasaya və ya piyaləyə çevrildi və ondan şəxsən İsmail ziyafətlərdə istifadə elədi. Hans Robert Romer sübut edirdi ki, bu qədim İslama qədərki türk inancları ilə bağlı bir ayin olmuşdur. Çünki qədim türk adət-ənənəsinə görə qalib şəxs öldürdüyü düşmənin başından cam düzəldib, ondan istikdə, bu vasitə ilə ölmüş düşmənin bütün gücü qüvvəsi qalib şəxsə keçirdi. Şeybani xanın məğlubiyyətindən sonra Mərkəzi Asiyanın bir sıra hakimləri Şah İsmailə itaat etdilər. Hələ Mərvi mühasirəsi zamanı Şah İsmaillə yaxşı münasibətlər saxlayan Urgənc hakimi Barisli xan Özbək ordusunun məğlubiyyətindən dərhal sonra Şah İsmailin adına sikkə kəsdirib 12 imam xütbəsi oxudub, Səfəvi hakimiyyəti altında keçdiyini bəyan etdi. Daha sonra Sistan vilayətinin hakimi Məlik Sultan Mahmud 500 nəfərlik bir heyətlə onun hüzuruna gələrək itaətini bildirdi. Mərv qələbəsindən sonra Şah İsmailin Kabilə hökmranlıq edən Teymuri şəhzadəsi, Şeybanilərin qatı düşməni Ömər Şeyx Mirzənin oğlu Babur Şahla mehriban münasibətlər quruldu. İlk addım İsmail tərəfindən atıldı. O öz qələbəsinin ardından Baburun bacısı Xanzadə bəyimiz Şeybani xanın 10 illik əsirliyindən azad edərək, onu böyük ehtiramla Baburun hüzuruna göndərmişdi. Eyni zamanda Şah İsmail Özbək xanın kəsilmiş digər qolunu Kabil hakimi Zahirəddin Məhəmməd Babura göndərdi. Məhəmməd Babura yazılmış məktubda deyilirdi ki, Şeybək xan sənin əlini Səmərqənddən kəsmişdi. Biz isə onun əlini bu dünyadan kəsdik. Şahın bu jestləri Baburla Şah İsmail arasında yaxşı münasibətlərin yaranmasına yol açdı. Daha sonra isə Bədəşxan padşahının qardaşı Üveys Mirzə Şah İsmailin hüzuruna gəldi və itaətini bildirdi. Daha sonra isə Şah İsmail məktubla Babur Şaha da itaət etməsini bildirdi. Məktubu alan kimi Babur Şahın hüzuruna gəldi. Şah İsmail Babur Şah və Üveys Mirzəni yan-yana tuzduraraq hərəsinə bir tac taxdırdı. Bu hadisələrdən sonra Bəlx də ələ keçirildi. Şah İsmail Bəlx və ətrafını da fəth etdikdən sonra Amudariya çayını adlayaraq Türkistana girmək üçün planlar qurdu. O qızılbaşlara çayın üzərində körpü qurmağı əmr etdi. Şahın Türkistana girəcəyi xəbərini aldıqdan sonra Buxara hakimi Ubeydullah xan və Səmərqənd hakimi Məhəmməd Teymur Sultan 1511-ci ilin yaz fəslinin əvvəllərində öz elçilərini şahın hüzuruna göndərib, ona itaat ərizəsi və qiymətli peşkeşlər göndərdi. Şah İsmailin Özbək elçiləri ilə danışıqlarının nəticəsi olaraq Səfəvlər və Şeybanilər dövlət arasında Ceyhun çayı sərhəd elan olunmaqla sülh bağlanıldı. Şah İsmailin yeni fəth olunmuş ərazilərdə mövqeyini möhkəmlətmək üçün Mərvi Abdal Bəydədəyə, Hiratı Hüseyin Bəylənəyə, Bəlxi isə öz yeznəsi Bayram bəy Qaramanlıya verdi və oralarda qızılbaş garnizonları yerləşdirildi. 1511-ci ilin yazında İsmail Özbəklərlə sülh bağlayıb Azərbaycana qayıtdı. 1511-ci ildə Canıbəy Sultanın oğlu, Daşkəndi hakimi Qaragəzkan Bahadır Səfəvlərin vassalı olan Xanmirzəyə məxsus Bədəxşan vilayətini işğal etdi. Amma şahın əmri ilə Bəlxdəki qızılbaş əmiri Bayram xan Qaramanlının göndərdiyi 5000-lik qoşun Özbək dəstələrini həmin ərazidən vurub çıxardı və orada
Üveys Mirzənin hakimiyyətini bərpa etdi. Bu vaxt elə Babur Şahın Şah İsmayıla əgər kömək göndərsə, Səmərqəndə alacağı təqdirdə onun adına xütbə oxudacaq məzmunlu məktubunu alması və özbəklərin müqaviləni pozması səbəbilə Bəlxə əlavə 5000-lik ordu göndərildi və Babur Şaha səfərinə kömək etməsini bildirdi. Babur Şahın da 20.000 ordusu ilə birlikdə 25.000 nəfərlik ordu Türkistan üzərinə səfərə başladı. Birləşmiş ordu Şurqan ərazisini tutmaqla fəaliyyətə başladı və Ceyhun çayını keçib Türkistana daxil oldu. Səmərqənd yaxınlığında baş vermiş həlledici döyüşdə Qızılbaş və Çadəri qoşunları Ubeydullah xan, Məhəmməd Teymur Sultan və Canıbəy Sultanın başçılıq etdikləri 60 minlik özbək ordusunu ağır məğlubiyyətə uğratdılar və böyük yetki verən özbək xanları fərar etdilər. Beləliklə 1511-ci ilin oktyabrında Səmərqənd şəhəri Baburun əlinə keçdi. Qızılbaşlarla birgə Səmərqəndə daxil olan Babur özünü Şah İsmayılın bu mülkədarın canişini və vəkili elan etdi. Həmçinin Səfəvi hökmdarının adına xütbə oxudub sikkə kəsdirdi. Daha sonra isə Qızılbaş ordusunu və sərkərdələri çoxlu hədiyyələrlə Şah İsmayıla geri göndərdi. Lakin Qızılbaş ordusunun Mavəri nəhri tərk etməsindən istifadə edən Übeydullah xan qış keçirdiyi Dəşt-i Qıpçaqdan baharın əvvəllərində qəti hərəkətə keçərək Orta Asiyanın mərkəzinə soxuldu. 28 aprel 1512-ci ildə Buxara yaxınlığında Qoli Malik gölü yanında baş vermiş döyüşdə Baburun qoşunu məğlub oldu və Mavəri nəhir yenidən Özbək xanlarının ixtiyarına keçdi. Qabilə qaçan Babur məcbur olub yenidən Şah İsmayıldan kömək istədi. O öz məktubunda tədbirsizliyi üzündən Türkistan vilayətini itirdiyini etiraf edir və böyük bir hökmdar olan Şah İsmayılın onu sona qədər dəstəkləyəcəyini ümid etdiyini bildirirdi. O həmçinin Səfəvi və Teymuri sülalələri arasında qədim dostluq münasibətlərini yada salaraq səltənətini bərpa etmək üçün hərbi yardım xahişini edirdi. Şah İsmayıl cavabında Qızılbaş ordusunu Türkistan üzərinə göndərdiyini bildirdi və Babura da Bəlxə gedərək onlarla birləşmək barədə göstəriş verdi. Bu məqsədlə Şah İsmayıl vəkil əmir Nəzmi Sani rəhbərliyində 50 minlik bir ordu yola saldı. Bəlxdə bu ordu Baburun 15 minlik qoşunu ilə birləşərək hərəkətə başladı. Lakin hərbi işlərdən başı çıxmayan Nəzmi Saninin səriştəsizliyi kampaniyanın fəlakətli sonluqla nəticələnməsinə səbəb oldu. O bölgəni yaxşı tanımadığı üçün əvvəlcə yerli şəraiti yaxşı bilən Baburun məsləhət gördüyü marşrutu izləmədi və ordunu kifayət qədər yordu. Daha sonra isə qış vaxtı Türkistanda yerləşən Gizduman qalasını mühasirəyə aldı. Bu ordunu tamamilə zəif saldı. Belə bir vaxtda Übeydullah xan, Məhəmməd Teymur Sultan və Canıbəy Sultan 60 minlik özbək ordusu ilə Gizduman ətrafında peyda olaraq yorulub əldən düşmüş Qızılbaş ordusuna həmlə etdilər. Babur və Qızılbaş əmirləri hələ imkan var ikən geri çəkilməyi təklif etdi. Lakin Nəzmi bəy Sani, özbəklər mənim adımı eşidən kimi onların zəhri yaralacaqdır deyə mənasız sözlər söyləyərək yersiz lovğalıq etdi və qəti döyüşə girməyi qərar aldı. Bu isə əmir Nəzmi bəy Saninin son xətası oldu. Çünki 12 noyabr 1512-ci ildə baş vermiş həlledici döyüşdə Babur öz qoşunları ilə birlikdə vuruşmayaraq fərar etdi. Döyüş Qızılbaş ordusunun tam məğlubiyyəti ilə sona çatdı. Bayram xan Qaramanlı və qardaşı Əlizan Sultan başda olmaqla minlərlə Qızılbaş döyüşçüsü həlak oldu. Bəzi əmirlər özbaşına surətdə döyüşü yarımçıq tərk edib aradan çıxdılar. Nəzmi Sani əsir düşüb Ubeydullah xan tərəfindən qətlə yetirildi. Digər Qızılbaş sərkərdələri öz dəstələrinin qalıqları ilə pərakəndə şəkildə müxtəlif istiqamətdə qaçdılar. Bu bərbad idarəçilik və məğlubiyyətdən sonra özbəklər Xorasana soxuldu. Onlar Herat və Məşədə ələ keçirdilər. Bölünərək qaçan Səfəvi dəstələri isə ya şəhərləri özlərini yetirirdilər, ya da tutularaq məhv edilirdilər. Beləliklə 1513-cü ilin əvvəlində artıq Xorasanın əksər ərazisi təkrarən özbəklərin əlinə keçdi. Şah İsmayıl bu hadisələr zamanı İsfahanda idi və qəzəbləndiyi qədər əmir Nəzminin ölümünə bir o qədər kədərlənmişdi. Şah İsmayıl Novruz bayramını təntənəli şəkildə qeyd etdikdən sonra 40 minlik ordu ilə Xorasana və Türkistana ikinci səfərə başladı. Şah İsmayıl Bəstama çatdıqda ordusunu iki hissəyə ayırdı və Şiraz hakimi Xəlid Sultanı qoşunların avangard dəstəsinin başçısı təyin edərək Məşədə göndərdi. Avangard dəstənin yaxınlaşdığını eşidən Übeydullah xan Məşədi tərk edib Buxaraya qaçdı. Onun ardınca Məhəmməd Teymur xan da qoşunları, əyan və əmirləri ilə Heratı döyüşsüz tərk edərək Səmərqəndə yollandı.
Beləliklə Şah İsmayıl hələ Xorasana tam çatmamış, bütün vilayət Özbək qoşunlarından təmizləndi. O əvvəlcə Məşədə, daha sonra isə heç bir müqavimətlə qarşılaşmadan Herata daxil oldu. Şah İsmayılın bölgədə olduğu dövrdə həyata keçirdiyi tədbirlərdən biri də Baldığıs ətrafında məskunlaşmış türkmən və digər tayfaların cəzalandırılması idi. Bu tayfalar Gicduvan döyüşündə geri çəkilmək məcburiyyətinə qalan qızılbaş döyüşçülərinə hücum edərək onları talan etmiş və qətl yetirmişdilər. Şah İsmayılın əmri ilə Div Sultan Rumlu həmin tayfaları mühasirəyə aldı və ağır şəkildə cəzalandırdı. Babur Şah isə Şah İsmayılın gəlişindən qorxuya düşdü. Çünki Gicduvan döyüşü zamanı onun döyüş meydanını tərk etməsi Şah İsmayıl tərəfindən yaxşı qarşılanmamışdı və böyük ehtimalla cəzalandırılacaqdı. Buna baxmayaraq Babur Şah Üveys Mirzə ilə birlikdə Şah İsmayılın hüzuruna yollandı. O boyunda qılınc Şah İsmayılın qarşısına çıxaraq təslim oldu. Şah İsmayıl isə böyük səxavət göstərərək onu bağışladı. Heratdan sonra Şah İsmayıl Qəndahar vilayətinin alınması üçün də qoşun göndərdi. Beləliklə əvvəlcə Bəlx, daha sonra isə Qəndahar ələ keçirildi. Kabil və Bədxşan vassallığa tabe edildi. Xorasan və Əfqanistan üzərində hakimiyyətini möhkəmləndirən Şah İsmayıl bundan sonra diqqətini şimala, Türkistana yönəltdi. Səfərə çıxarkən isə bu bölgədəki Canı bəyin Səmərqənd Buxara istiqamətinə çəkilməsi səbəbilə Amudəryadan Əndizana qədər olan ərazilərin idarəsini Div Sultan Rumluya həvalə etdi. Şah İsmayıl Türkistana doğru hərəkətini davam etdirərkən ona xəbər verdilər ki, bu ətrafda lalələrlə örtülü, hər gün yağış yağan və yağış damlalarının lalələr üzərinə düşərək xüsusi gözəllik yaratdığı bir yaşıl vadi mövcuddur. Şah İsmayıl bu vadini görmək istədi və bir neçə əmirlə birlikdə oraya yollandı. Vadini seyr etmək doğrudan ona xoş gəldi. Lakin burada olarkən qəfli hadisə baş verdi. Şah İsmayılın mindiyi atın iki qabaq ayağı sürüşdü və həm at, həm də şah daş parçalarının üzərinə yıxıldılar. At aldığı ağır zərbələrdən dərhal öldü. Şah İsmayıl isə huşunu itirdi. Ətrafındakılar nə qədər çalışsalar da onu ayılda bilmədilər. Bu səfər də şahı müşahidə edən Div Sultan əmr etdi ki, kimsə bu vəziyyət barədə xəbər yaymasın. Əmirlər və əyanlar onu gizli şəkildə çadırına gətirdilər. Hətta bəziləri Şah İsmayılın dünyasının dəyişdiyini güman etdilər. Ancaq burnunun qarşısına güzgü tutduqda onun nəfəsinin hələ də davam etdiyi aydın oldu. Bununla belə nə etsələr də onu ayılda bilmədilər. Şah İsmayıl beləcə 3 gün huşsuz qaldı. Yalnız 4-cü gün o özünə gəldi. Şah İsmayılın ətrafında olan əmirlər baş verən hadisəni, göstərdikləri bütün cəhdlərin bir nəticə vermədiyini ona danışdılar. Şah İsmayıl da cavabına bildirdi ki, onun özünə nə baş verməsindən xəbəri yoxdur. Yalnız onu xatırlayır ki, Əmir Əl-Mömin onun başının yanına təşrif gətirdi, əlini onun bütün bədəninə çəkdi, şəfqətini əta elədi və dedi ki, öz sufilərinin yanına qayıt, yoxsa onların işləri alınmayacaqdır. Lakin bu məsələdən Süleyman Mirzənin xəbəri oldu və şahın öldüyünü düşünərək özünü şah elan etdi. Təbrizə yönəldi. Təbrizdə isə Əhməd Sultan Şamlı var idi və Süleymanı şah kimi tanımadığını və sadəcə Şah İsmayıla bağlı olduğunu bildirərək döyüşə başladı. Döyüşdə Süleyman Mirzə öldürüldü, qiyam yatırıldı. Şah İsmayıl isə rastlaşdığı qəzadan salamat qurtardıqdan sonra Buxara və Səmərqənd istiqamətində hərəkətə başladı. Bəlxdən qaçan Cani bəy Buxaraya Ubeydullah xanın yanına, şahın gəldiyini bilən Ubeydullah xan isə Buxaradan qaçaraq Səmərqəndə, Məhəmməd Teymur xanın yanına qaçdı. Onlar birlikdə məsləhətləşərək Dəşti Qıpçaq hakimi Qasım xandan kömək almağa və Səfəv qoşunlarına müqavimət göstərməyi düşündülər. Və Qasım xanın yanına yaşca böyük olan Cani bəyə göndərdilər. Cani bəyin qarşılanmasına Dəşti Qıpçağın ağsaqqalları göndərildi və o böyük bir ehtiramla Qasım xanın hüzuruna gətirildi. Qasım xan da onu xüsusi bir təntənə ilə qarşıladı və bunun üçün bütün əyanlarını və əmirlərini ona itaəti qəbul etmiş ölkələrin hakimlərini saraya topladı. Qasım bəy özü Çingiz xanın varislərindən biri hesab olunurdu və sarayında da Çingiz xanın əzəmətini qoruyub saxlamağa çalışırdı. Cani bəy bu qəbula düşəndə əvvəlcə səzdə edib Qasım xana və onun oğlu Əbülxeyir xana dua və sənalarını səsləndirdi. Sonra isə özü ilə bərabər Məhəmməd Teymur xanın və Übeydullah xanın itaətini ona ərz elədi. Cani bəyə Qasım xanın taxtının kənarında yer verildi. Yemək və hədiyyələrin təqdim edilməsi mərasimindən sonra Cani bəy gəlməsinə məqsədini açıqladı. Cani bəy də Əmir Nəzminin yürüşündən başlamış, son günlərə kimi Özbək xanlarının ərazisində baş verən hadisələr,
Şah İsmayılın böyük qoşun dəstəsi ilə Özbək xanlarının üstünə gəlməsi haqqında məlumat verdi. Eşitdiyi məlumatlardan qəzəblənmiş olan Qasım xan Səfəvi qoşunlarına və Şeyx oğluna çox güclü bir zərbə vuracağını və bundan sonra daha kimsənin Türkistana hücum çəkməyə cəsarət etməyəcəyini bəyan etdi. Türkistanın əldən getməsində Qasım xan Məhəmməd Teymur xanı da ittihamlandırmağa başladı. Onun fikrincə, Məhəmməd Teymur xan Çingiz xanın yolunu davam etdirə bilməmiş, onun nüfuzunu qoruyub saxlaya bilməmişdi. Qasım xan bildirir ki, oğlu Əbülxeyir xanın rəhbərliyi altında elə bir qoşun dəstəsi göndərəcək ki, Səfəvi qoşunlarına və Şah İsmayıla heç Ceyhun çayını adlamağa imkan verməsinlər və onların axırına çıxsınlar. Qasım bəy göstəriş verdi ki, Dəşti Qıpçağın hər evindən bir gənc orduya çağırılsın. Bu hesabla 700 min gəncin içindən təxmini 160-200 min nəfərlik qüvvə seçildi və Türkistana göndərildi. Ordunun başında Əbülxeyir xan var idi. Atası Qasım xan Əbülxeyrə sadəcə bir göstəriş vermişdi. Şeyx oğlunu əsir götürərək yanına gətirməsi. Ordu bir müddətdən sonra Daşkəndə çatdı. Bu zaman Dəşt qoşunlarının gəlməsi barəsində Şah İsmayıla da məlumat çatdırıldı. Böyük sayda qoşun dəstəsinin bölgəyə gəlişi Şah İsmayılın elə də narahatçılığına və təşvişinə səbəb olmadı. Mənbə məlumatlarına görə Şah İsmayıl belə böyük sayda qoşun dəstəsinin gəlməsini eşidəndə gülümsündü və Yaradanın iradəsinə tapındığını qeyd etməklə bildirdi ki, bu bəxti dönmüş insanların başına elə bir oyun gətirəcəm ki, onun söhbətləri Rüstəm Zal və İsfəndiyar haqqında danışılanlardan da məşhur olsun. Şah İsmayıl Amudariya çayı ilə şərqə gələrək Bəlx yaxınlığında düşərgə qurdu və nəhəng ordunu gözləməyə başladı. Şah İsmayılın öz qoşunları ilə birlikdə geri çəkilməsi və Bəlx istiqamətində irəliləməsi Əbülxeyir xana Buxarada olduğu zaman çatdırıldı. Əbülxeyir xan Səfəvlərin geri çəkilməsini onların qorxuya düşməsi kimi qiymətləndirdi və bəyan etdi ki, mən öz oğlunun əlindən çıxmasına imkan vermərəm. Ona görə əmr etdi ki, onun da qoşunları Bəlx istiqamətində hərəkətə başlasınlar. Qıpçaq və Özbək orduları birlikdə 220-250 min aralığında idi. Ubeydullah xan Əbülxeyir xana Şah İsmayıla bir məktub göndərməyi təklif etdi. Əgər Şah İsmayıl sülh yolu ilə geri çəkilsəydi, daha yaxşı olardı deyə fikirləşdi. Əbülxeyir xan da bu təklifi qəbul etdi. Şah İsmayılın dinc şəkildə yola gətirilməsi üçün onun yanına elçi göndərilməsini məqsədə uyğun saydı. Bundan sonra Əbülxeyir xan tərəfindən Şah İsmayıla məktub yazıldı. Həmin məktubda deyilirdi ki, Dəşt padşahı Qasım xanın oğlunun qulaqlarına çatan məlumatlara görə Şah İsmayıl itaət dairəsindən çıxaraq Türkistanın böyük xanlarını bölgədən qovmağa cəsarət etmişdir. Ona görə də xan tərəfindən qoşun göndərilib ki, Şah İsmayıl tutulsun. Sonra Əbülxeyir xan bildirdi ki, atasının əmrini yerinə yetirmək əzmindədir və tələb edirdi ki, Şah İsmayılın ömrünü qənimət bilərək tutduğu vilayətlərdən geri çəkilsin. Həmin vilayətlər Çingiz xan övladlarının hakimiyyəti altına verilsin və Səfəvi qoşunlarda dönərək geri getsinlər. Şah İsmayıla məsləhət görüldü ki, cavanlığına yazıq gəlsin və özünü ölümün ağzına atmasın. Əbülxeyir xanın elçisi onun məktubunu Şah İsmayıla yetirdi. Amma Əbülxeyir xan ümidində olduğu cavabı ala bilmədi. Əksinə Şah İsmayıl onun məktubu ilə tanış olduqdan sonra elçiyə müharibə seçimini etdiyini bildirdi. Bu xəbər Əbülxeyir xana çatdırıldıqdan sonra o da qoşunlarına irəli hərəkət əmri verdi. Təbillər çalındı və qoşunlar hərəkətə başladılar. Birləşmiş ordular Amudariya çayına çatdıqda Şah İsmayıla xəbər yetirdilər. Əmirlər bu zaman Şah İsmayıla birləşmiş orduların çay keçməsinin qarşısını almaq fikrini təklif etdilər. Lakin Şah İsmayıl bu təklifi qəbul etməyərək onların çayı adlamasına icazə vermək və onlarla açıq döyüşə girmək istədiyini bildirdi. Bunu deyərkən isə 220-250 milli orduya qarşı 12-30 milli aralığında ordusu var idi. Bu minvalla ordu çayı keçdi və iki ordu qarşı-qarşıya gəldi. Əbülxeyir xan hələ də şübhə etmirdi ki, malik olduğu çoxsaylı qoşunla Səfəvi qoşunlarını məhv edəcəkdir. Ona görə Übeydullah xanın döyüş düzülüşündə Qıpçaq qoşunların arxasından mövqe tutmaq arzusunu Əbülxeyir xan istehza ilə qarşıladı. Übeydullah xanın bəhanəsi də oldu ki, Qıpçaq qoşunları ağır vəziyyətə düşsələr, onda öz qoşun dəstəsi ilə onların köməyinə gələr. Əbülxeyir xan da özünə məxsus əminliklə onu sakitləşdirməyə çalışdı. Bəyan etdi ki, öz döyüş meydanının mərkəzinə atılacaq və Şah İsmayıla ərə keçirəcək. Döyüş düzülüşünün sırasında Əbülxeyir xanın çoxsaylı qoşunları yerləşdirildi. Qoşunların mərkəzi hissəsinin rəhbərliyini Əbülxeyir xan özlərini götürdü. Qoşunların sağ zınahı Bayram Atalığa,
sol cinahı isə Sarud ilə tapışırıldı. Özbək xanlarının qoşunları isə ikinci eşelonda yerləşdirildilər. Məhəmməd Teymur xan Səmərqand qoşunları ilə sağ cinahın arxasında, Cani bəyin rəhbərliyi altında olan qoşun dəstəsi isə sol cinahın arxasında qərar tutdu. Səfəvi qoşunlarına gəlincə isə Durmuş xan qoşunların sağ cinahının rəhbərliyini, Sarıpirə Qorçubaşı sol cinahının rəhbərliyini özlərinə götürdü. Şah İsmayıl özü yenə də qoşunların mərkəzinə qərar tutdu. Div Sultana isə qoşunların çərəxsiliyi tapşırıldı. Döyüşə başlamasından əvvəl Şah İsmayıl bir neçə səmimi müşahidi ilə bir yüksəkliyə qalxıb qarşı tərəfin qoşunlarını izlədi. Bu qoşunlar o qədər çox idi ki, 4 fərsəx dərinliyində olan bir ərazini tutmuşdu. Qarşı tərəfin ucsuz bucaqsız qoşunlarını müşahidə edəndən sonra Şah İsmayıl papağını çıxarıb səzdəyə getdi və Yaradana belə müraciət etdi: "Ey Xudavənd, mənim bir qarışqalıq gücüm yoxdur. Mənim gücüm və qüvvətim səndədir. Məni utandırma. Xudavəndə, Həzrət Məhəmmədin, onun övladlarının pak nuru xətrinə sən fəthi, uğuru və qələbəni qızılbaş qoşunlarına əta elə." Sonra da başını yerə qoyub Şah İsmayıl dua və səna etdi. Göz yaşları axıtdı. Bir müddətdən sonra o özündə yeni bir qüvvə hiss etdi və bunu Allahın lütfu kimi qəbul etdi. Şah İsmayıl əmin oldu ki, bu yeni qüvvə ona qarşı tərəfin qoşunları üzərində qələbə gətirəcəkdi. Əbülxeyir xan da öz növbəsində bir neçə əmirlə bir yüksəkliyin üstünə qalxıb Səfəvi qoşunlarını müşahidə etdi. Qarşıda dayanan qoşunların sayının 30 mindən artıq olmayacağına əmin olanda onu gülmək tutdu. Əbülxeyir xan yanındakılara istehza ilə dedi ki, Übeydullah xan burada olsaydı, bu qoşunları ona da göstərərdim. Əbülxeyir xana görə bu qoşunlar elə bir qüvvə deyildi ki, kimsə ondan çəkinsin. O əlavə etdi ki, bu saat təkcə meydana çıxaraq Şeyxoğlu tutub Çingiz xan bayrağının ayağına gətirəcəkdir. Müşahidələrini başa çatdırdıqdan sonra Əbülxeyir xan öz döyüş bayrağının yanına gəldi və əvvəlcə 30 min nəfərlik çərəxsiləri hərəkətə getirilərək döyüş meydanına çıxarıldılar. Bu dəstənin qarşısına Div Sultanın rəhbərliyi altında olan 6 min nəfərlik qoşun dəstəsi atıldı. Əbülxeyir xanın böyük iddialarına baxmayaraq, onun çərəxsilərə ciddi zərbə alaraq geri çəkilməli oldu. Çərəxsilərin geri çəkilməsini görəndə Əbülxeyir xan qoşunlarının sağ cinahına rəhbərlik edən Bayram Atalıq 40 min nəfərlik dəstə ilə özünü irəli atdı və Səfəvi qoşunlarının fədakar döyüşünün qarşısını almağa çalışdı. Onun qarşısına Durmuş xan çıxdı. Bu anda Əbülxeyir xan qoşunlarının sol cinahı da döyüşə atıldı. Bu dəstənin qarşısına isə Sarıpirə Qorçubaşının rəhbərliyi altında olan Qorçular dəstəsi çıxdı. Bununla tərəflər arasında döyüş öz gərginliyinin ən yüksək səviyyəsinə çatdı. Səfəvi qoşunlarının əvvəlcə sağ və sol cinahlar döyüşə atıldı. Sonra özünün də döyüşə atılmaq anının yetişdiyini ətrafındakılara bəyan etdi. Bu zaman Məşəd istiqamətindən güclü külək əsməyə başladı və bu küləyin qaldırdığı tozunaq Özbək qoşunlarının başının üstünə aldı. Şah İsmayıla görə Özbəklərin başının üstünə almış bu tozanaqda müqəddəslərin Səfəvlərə olan lütfunun əlaməti idi. Həmin tozanaq Özbək döyüşçülərinin gözlərini örtərək onların görmə imkanlarını məhdudlaşdırırdı. Bunu müqəddəslərin xoş müjdəsi kimi qəbul edən Şah İsmayıl əlini qılıncına atdı və Allahu Əkbər sədası altında döyüşə girdi. Qısa bir zaman ərzində çox böyük sayda Özbək və Qıpçaq döyüşçüsü öldürüldü. Bu vəziyyəti görəndən sonra Əbülxeyir xan hansı təhlükə ilə qarşılaşdığını anlamağa başladı. Döyüşün gedişi haqqında məlumat istəyəndə isə ona bildirdilər ki, sağ və sol cinahların rəhbərləri artıq öldürülmüşdü. Bundan sonra Əbülxeyir xan öz qoşunlarının mərkəzində döyüşə girdi. Onun qoşunlarının əmirləri və ağsaqqalları yalvararaq bu fikirdən əl çəkməsini xahiş etdilər. Ağsaqqallar və əmirlər narazılıq içində bildirirdilər ki, Əbülxeyir xana bir şey olarsa, Qasım xan onları salamat buraxmayacaqdı. Əbülxeyir xanı müşahidə edən ağsaqqallar qırılan qoşunu göstərərək bildirdilər ki, Şeyxoğlunun öhdəsindən kimsə gələ bilməz. Amma Əbülxeyir xan heç döyüşə girməyə fürsət tapmadı. Həmin anlarda Şah İsmayılın döyüşə ona tərəf irəlilədiyini gördü. Mənbə məlumatlarına görə ağsaqqalların təkidi ilə Əbülxeyir xan geri qaçmağa özü qoydu. Bunu görəndə Şah İsmayıl da ağ madyanının belində onun ardınca düşdü. Əbülxeyir xan nə etsə də Şah İsmayılın təqibindən yaxa qutara bilmədi və onun qılıncının zərbi ilə də həyatını əldən verdi. Şah İsmayılın göstərişi ilə Əbülxeyir xanın başını bədəndən ayıraraq nizəyə keçirildi. Onun qətlə yetirilməsi ilə döyüşün taleyi də həll edilmiş oldu. Məhəmməd Teymur xan, Übeydullah xan və Cani bəy baş verənləri müşahidə etdikdən sonra
döyüşə qatılmağa cəsarət etmədilər və təhlükədən sovuşmaq üçün Ceyhun çayına sağ sahilinə adladılar. Bundan sonra Özbək xanları hətta Ceyhun çayı üzərində keçidin də xarab edilməsinə göstəriş verdilər ki, səbəbi döyüşçüləri asanlıqla onları ələ keçirə bilməsinlər. Daha sonra onlar Türkistan da buraxaraq qaçdılar və indi nə edəcəklərini yığılaraq fikirləşməyə başladılar. Bu zaman onlar sadəcə həll yolunu Türkistanda, həm də İslam dünyasına hörməti olan Xoca Əbdülrəhim Nəqşbəndini Şah İsmayılın hüzuruna göndərərək mərhəmət diləməkdə olduğunu başa düşdülər. Xoca Əbdülrəhim artıq Türkistana adlanmış Şah İsmayılın hüzuruna gəldi və Özbək əmirlərinin məktubunu Şah İsmayıla oxudu. Şah İsmayıl onları öz hüzuruna gələrək and içmədikləri təqdirdə bağışlamayacağını bildirdi. Eyni zamanda bunun əvvəlki müqavilənin şərtlərini özlərinin pozduğunu bildirdi. Məhəmməd Teymurxan qorxaraq gəlmədisə belə, Cani bəy və Übeydullah xan Şahın hüzuruna gəldi. Onlar Şah İsmayılın hüzurunda bir daha and içdilər ki, Şah İsmayıl həyatda olduğu vaxt ərzində bir daha Xorasan vilayətinə hərbi yürüş etməyəcəyinə. Şah İsmayıl isə bu xanların hər birinə qiymətli hədiyyələr verdi. Eyni zamanda hüzuruna qorxaraq gəlməyən Məhəmməd Teymur xana da hədiyyə göndərdi. Bundan sonra sülh şərtləri danışıldı. Belə ki, Səfəvilər dövləti ilə Türkistan arasındakı sərhəd xətti kimi Ceyhun çayı təyin edildi. Özbək xanları isə Səfəvi sarayından müəyyən asılığı öz üzərinə götürdülər və hər il yüklü miqdarda Səfəvilər dövlətinə bac xərəc verməli idilər. Bununla da Şah İsmayıl Səfəvi torpaqlarını özündən sonraki dövrlərdə belə olmayacağı bir böyüklük və əzəmətə çatdırdı. Şah İsmayılın torpaqları bir tərəfi Şərqi Anadoludan Əfqanistana, Əmudariya çayından İran körfəzinə qədər olan əraziləri əlinə keçirmiş, ha belə bir çox ölkələri özündən asılı vassal halına salmışdı. Beləliklə şahımız bu səfərlə müzəffər bir sərkərdə olmaqla yanaşı, dövrünün siyasi coğrafiyasını yenidən şəkilləndirən böyük bir şəxsiyyət olaraq da geri qayıdırdı. Bütün bu macəralardan sonra biraz dincəlməyə lazım gələcəkdir. Səndə qürbətən çarəsiz, sənsiz ölüm var harasız.